Həftəlik bürclər 9 fevraldan 16 fevrala doğru balıq, xərçəng, əqrəb bürclərinin su ünsürləri nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar bu həftə işkolik həftədir. İş, pul. Başqa bir şeyə doğru aktivləşməyə ehtiyac yoxdur. İş, pul, maddi cəhətdən özünüzü o qədər gücləndirə bilərsiniz ki, hər bir tərəfə doğru hara fırlayırsınız fırlayın. Bu həftə pul, maddisal baxımından kanallarınız, enerjiləriniz çox aktiv bir vəziyyətdə olacaq. Yəni belə deyim də, vaxtınız olmayacaq ki, özünüzə doğru vaxt ayırasınız, özünüzü aktivləşdirirsiniz. Həftənin sonlarına doğru çox böyük yorğunluq, çox böyük durğunluq olmasına baxmayaraq gözəl bir həftə olacaq. Enerjilərinizi də pozitivə doğru çevirə bilərsiniz və bu həftə uğurlu bir həftədir. Uğurluluqdan da vacib bir məqam var ki, elə bir ki, siz necə hər şeyin qaydasında getməyi, hər şeyin istədiyiniz kimi yola verməyiniz sizi daha çox sevindirəcək, daha çox uğurlu bir vəziyyətə salacaq və stabillik, özgüvəninizi düzəldəcəksiniz. Balıqlar bu həftə şərikli iş ola bilər, əlavə iş xəbəri eşidə bilərsiniz. Bunu qəbul edin. Çünki qıraqdan əlavə qəbul etdiyiniz iş xəbərləri sizin aktivləşməyiniz, sizi qabağa çəkməyiniz üçün çox uğurlu və pozitiv məqamda olacaq. Sadəcə mən yenə deyirəm, həftənin sonlarına doğru düşdüyünüz sosial mühitlərə çox fikir verməlisiniz. Düşdüyünüz sosial mühitlərlə əlaqədar problem yaşaya bilərsiniz. Canınızı sıxacaq, sizin narazılıqda saxlayacaq bəzi insanlarla əlaqədar kontaktınız ola bilər ki, sizin enerjilərinizi zəiflədə bilər. Bu enerjilərin zəifləməsinə qətiyyən icazə vermirik, çünki bilirsiniz də keçidimizi dolçadan keçidirik balıqlar bürcünə və bizə tam enerji lazımdır və bərpa edirsiniz enerjiləriniz uğurlu bir vəziyyətdə olacaqsınız. Ümumi həftəni dəyərləndirsək, 84% qədər həftələr uğurludur. Üzdə kişi balıqlar var, kişi şöhrətinizi bərpa etməyə başlayacaqsınız. Xərçənglər nə baş verir sizdə? Nə göydəsiz, nə yerdəsiz. Güvəniniz itibdir, keçmişdən əlaqədar olaraq enerjilərinizdə boşluq var. Zaman çərçivəsinə doğru beyniniz susmur, istəklərimi həyata keçirə bilmirəm. Bəli, biz 11-dən Merkurin retrosuna başlayırıq yavaş-yavaş aktivləşməyə və siz də Merkurin enerjisini su olaraq güclü hesab etdiyiniz üçün sizlərin dəngənizi pozacaq. Xərçənglər, ruhsal enerjilərinizdə problem var. Meditasiyalar eləməyə çalışın. Öz bədənsal enerjilərinizi, mühit enerjilərinizi bərpa etməyə çalışın. Keçmişin şübhələri, keçmişin qorxuları sizi zaman çərçivəsinə doğru təsir etməyə çalışacaq. Buna icazə vermirsiniz. Xərçəng bürcünün kişiləri keçmişdən bağlı yarımçıqlarınız nədirsə narahatçılıqlar geri qayıdır. Bu pul, maddiyyatla əlaqədar ola bilər, ətrafınızda insanlarla əlaqədar ola bilər. Bunları bərpa etməyə məsləhət görürəm. Bərpa etməyə çox çətinliklə də olsa edəcəksiniz. Amma keçmişin dalğası sizi əməlli başlı belə deyim uzaqlara götürüb aparmağa başlayacaq. Sağlamlıqla əlaqədar olaraq, nevroloji sisteminizlə əlaqədar olaraq bəzi problemlər özdə mədə bağırsaq, ürək bulanma kimi qida infeksiyon sistemimizdə narahatçılıqların artması daha güclü bir şəkildə olacaq xərçənglər. Buna fikir verməlisiniz. 72%-ə qədər uğurlu edə bilərsiniz, amma bu uğurlu deyil. Bu güclü xərçəngin həftəsi deyil. Əqrəblər. Ay, əqrəblər sizi Allah səbir versin. Çünki bu həftə böyük bir oyunun içərisində olacaqsınız. Elə bilin ki, hər tərəfdə insanların əsl maskasını, insanların sizə qarşı sərt şəkildə, insanların sizə qarşı acımasız, parçalanmış, udar vurucu şəkildə yanaşmasını görəcəksiniz. Bu həftə bacarırsınız cümə günündən çıxın gedin, uzaqlaşın, şəhərinizi, mühitinizi, yerinizi, sosiallığınızı dəyişməyə çalışın. Çünki qəribə bir xəbər alacaqsınız, o sizi parçalayacaq. Bu şəxsiyyət ola bilər, sevdiyiniz insanlarla əlaqədar olan xəbər ola bilər ki, sizi parçalayacaq, özünüzün bərpavınızı, özünüzün qabağa çəkilmə, özünüzün yenilənməyinizlə əlaqədar olaraq boşluqlarınız aktivləşəcək. Hər şeylə bir ipdən asılı vəziyyətdə olacaq. Qaçacaqsınız, toxuna bilməyəcəksiniz, istəyəcəksiniz, aktivləşə bilməyəcəksiniz. Sanki havada qalacağınız bəzi nüanslar olacaq və bunu bərpa etmək yarımçıq olacaq. Şəxsiyyətlə əlaqədar olaraq şübhələriniz çox olacaq, güvənsizliyiniz çox olacaq. Bu özgüvənsizliyə də səbəb olacaq. Əqrəblər, qidalarınıza fikir verin. Kilo almalar, bədəndən narazılıqlar, beynin susmamış bir vəziyyəti sizin tamamlanmağınıza səbəb olmayacaq. Daxili təklifizdəsiniz, çünki bu həftə 2 dənə dalbada xoşa gəlməz alacağınız xəbərlər ola bilər ki, sizi bir balaca enerjinizi tam aşağıya doğru 31-38%-ə qədər zəiflədə bilər. Buna icazə vermirik, çünki həftəlik enerjiniz 65%-dir. Bu isə uğurlu bir həftə olacağınızı əqrəblər göstərmir. Yəni bunu siz dəyişə biləcək qüvvədəsiniz, amma bu həftə o enerjiyə sahib deyil, çünki həftənin enerjiləri soyuq enerjilərdir. Sanki dolçaq ikizlər, tərəzilər kimi olacaqsınız, hava enerjisində olacaqsınız.